Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. 13-12-ci ay 2025-ci il Masallat Diyanət Mərkəzinin keçirdiyi mövzu sınavı üçün izahlarına baxacaq. 11-ci sinif üzrə riyaziyyat suallarına başlayaq suallarımızın izahına. Birinci sualda nə deyil? Bərabərsizlik sualıdır bizdə. 7x plus 35 kiçik 6x minus 21 plus 8x bərabərsizliyini həll edək. Nə dəyişənləri bir tərəfə yığaq, bərabərsiliyimizi həll edək. 35 qalsın yerində. 21 keçirdək sol tərəfə plus 21 kiçikdir 6x 8x necə eləyəcək 14x 7x da keçdi bizə minus 7x kimi, yəni 7x böyüdür neçədən 56-dan, x da böyüdür 8-dən, 8 müsbət sonsuzluq A variantı. A-nın hansı qiymətində tənliyin həlli yoxdur? Xətti tənliyin o zaman həlli olmurdu ki, AX bərabərdir B. Əgər A sıfıra bərabər, B-mizdən olmalıdır. Sıfırdan fərqli olduğunda bu tənliyin həlli olmurdu. Onda neyək? X-lar yığa bir tərəfə. 2A minus 1, X minus 5A minus 4, X bərabər 7 qalsın 3-ü də keçirdək. Bu ifadələrdən X-i çıxardarıq qarşıya 2A minus 1 minus 5A plus 4. X bərabərdir nəyə? 4-ə. Bunu bir də sadələşdirməmizi aparsaq. 2-dan 5-ə çıxsa mənfi 3A plus 3. X düzmü getdik. Bəli, bərabərdir 4-ə. Xətti tənliyin bəyağı nə dedik? A bərabər 0, B fərqlidir 0. B zaten 0-dan fərqlidir. Demək biz nə edəcəyik? Mənfi 3A plus 3-ü nəyə bərabər edəcəyik? 0-a. Buradan da A-nı tapsaq 1 tapmış olarıq. A-nın bir qiymətində bu bərabərsizliyin həlli olmayacaq. Keçək növbəti suala. Diaqnalı 8 köşdə 2 sm olan kvadratın sahəsini tapın. Kvadratın tərəfi əgər A-dırsa, diaqnal nə olacaq? Bizdə A kökdə 2. Niyə? Çünki düzbucaqlı üçbucağa görə bərabər yanlı düzbucaqlı üçbucaqda hipotenüs bizim nəyimizdir? Katetlərin kök 2 misli. Kvadratın diaqnalı da düzbucaqlı üçbucağın hipotenuzudur və 8 kökdə 2 verdiyinə görə demək kvadratımızın tərəfi necəymiş? 8 sahəsi də nəyə bərabər olacaq? 64-ə. C variantı. Tənliklər sistemin həll eləyəcək. Neynəyək? Hər tərəfi ikinci ifadəni 2-yə vursaq biz, 2-yə vursaq nə yaranacaq bizdə? 2x plus y bərabərdir 10-a. İkinci ifadəni də vursam 2x plus 6y bərabərdir 30-a. İkinci ifadədən birinci ifadəni çıxsam 2x-lar gedəcək, nə qalacaq? 5y bərabərdir 20-yə. Y neçə çıxır bizdə? 4. Y 4-cü aparıb istənilən birində yerinə yazsam, nə olacaq bizdə? X-in cavabını tapmış olarıq. 2x bərabər 6-ya. X-dən neçə çıxır? 3. Demək 3 və 4. X-i 3, Y-i 4. B variantı. Kvadrat təyin kökləri olarsa, x1 kub plus x2-nin kubu ifadəsinin qiymətini tapaq. V-yə görə nədir kökləri cəmimiz? 5-ə bərabər. Köklər hasilimiz nəyə bərabərdir? Sərvə sətdə, yəni 3-ə bərabərdir. Bunu da elə birbaşa müxtəsərmə düsturu ilə açsaq, nə olacaq bizdə? x1 plus x2 x1-in kvadratı plus x2-nin kvadratı minus x1 x2 bərabərdir. Və bizdə kvadrat olmadığına görə bir dənə də sadələşdirmə aparaq. Bu ifadəyə mən köməkçi düstur tətbiq eləsəm nə olur? Bizdə x1 plus x2 minus 2x1 x2 var və burada bir dənə x1 minus x1 x2 olduğuna görə ümumilikdə nə olacaq? 3x1 x2. Burada nə var? Hər bir qiymət var da. Gətirib yazsaq yerinə. Demək, cəm nəyə bərabərdir? 5-ə. 5 vurulsun. Burada 5-in kvadratı minus 3 vurulsun. Hasil nəyə bərabərdir? 3-ə. Olacaq bizdə 5 vurulsun. 25 minus 9. 5 vurulsun. 16-ya. Bu da nəyə bərabərdir? 80-ə. D variantı. 5, 6, 35, 25 və 80. Keçdik növbəti suala. BC çevrənin diametri AM toxundan ACM 32. ACM 32 verdiyinə görə onda bu qövsümüzün dərəcə ölçüsü neçə olur? 64 dərəcə. Və diametr çevrəni yarıya böldüyünə görə yerdə qalan qövsümüzün dərəcə ölçüsü neçə qalacaq? 180-dən 64 çıxanda, yəni 116 dərəcə. Və biz bu bucağı tapanda da alfa bucağın böyük qövsdən, yəni 116-dan çıxırdıq nəyə? Kiçik qövsü bölürdük nəyə? 2-yə. Yəni kiçik qövsün dərəcə ölçüsünə 116-dan da 64-ü çıxarıq. Nə qalır bizdə? 52 dərəcə 2-yə bölsək neçə olur? 26 dərəcə. Y variantı. Keçək növbəti suala.
Kök 30,2 ədədi hansı iki tam ədəd arasındadır? 5 və 6. Niyə? Çünki 30-dan kiçik tam kvadrat kök çıxan ədəd 25, böyüyü də 36-dır. Yəni o da 5-6 arası. 2 ədədin cəmi 152-yə. A plus B 152. Daha doğrusu 152. Fərqi isə 28-ə. Bu da bərabərdir 28-ə. Bu ədədlərin böyüyünü tapın. Sistem tənliyə görə tərəf-tərəfə toplarsa o nə olacaq? 2 dənə A bərabərdir 180-ə. A nəyə bərabərdir? 90-a. Əgər A 90-dırsa, B də nəyə bərabər olacaq bizdə? 60 neçə eləyir? 2 eləyirmi? Bəli, 62. İndi bizdə nəyi soruşur? Bu ədədlərdən böyüyünü tapın. Böyüyü ilə neçə tapmışdıq? 90. Sonra proqrafda müxtəlif şəhərlərdən yarışda iştirak edən oğlan və qızların sayı haqqında məlumat verilmişdi. Bu yarışda bütün iştirakçılar neçə faiz Yevlax şəhərində iştirak etmiş ki, ümumilikdə iştirakçıların sayını tapaq görə proqraf neçə artır? 2, 3, 4, 5, 6 demək 2, 2 artır da. 6, 7, burası 8. Sonra başqa. Aha. Demək Bakıda. Gəlin burada yazım, lövhədə yazım. Bakıda nə qədər var? Ümumi şagirdimiz qızları nə ilə verib bizə? Açıq qarı ilə verib də, düzdürmü? Bakıdakı qızların sayı 6 dənə. Hara getdi lövhə? Aha. 6 plus oğlanların neçə verib bizə? 8. Bu bizdə Bakıdadır. Ümumilikdə neçədən olur? 14. Bunu bildik. Sonra keçdik Qubaya. Qubada neçə verib bizə? 10 və 10 plus 4. Bunu da verib bizə 14. Yevlaxı verib bizə. Yevlaxda nə qədər verib? 6 plus 10. 6 plus 10. Bunu verib bizə 16. Gəncəni də verib neçə? 2 və 4. 2 plus 4. Neçə dənə? 6. Ümumilikdə neçə dənə iştirakçımız var? 14, 14, 28. Demək, 28, 16. 44, o da 6, 50. Ümumilikdə 50 iştirakçımız var. Bunu bildik. Bu yarışda bütün iştirakçıların neçə faizi Yevlax şəhərində olan qızlardır? Aha, Yevlaxda olan qızlarımızı nə ilə götürüb bizə? Baba, bu 10-la götürüb də. Çünki qızları bununla göstərib. Açıq qara. Və 10 dənəsi, yəni 10 dənəsi 50-nin neçə faizidir? Getsə 2, 20 faiz olmuş olurmu? D variantı. Şəkilə əsasən AD-ni tap. Bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda təpə bucağından endirilmiş bir dənə hər hansı bir hündürlük endirərik. Bərabər yanlı üçbucaqda təpə bucağından endirilmiş hündürlük median tənbölən üçü də bir-birinə nə olur? Bərabər. Ümumi uzunluğumuz əgər 4-dürsə, onda bura üçün neçə qalır? 2 qalırmı? Bura üçün 2 qalacaqsa, sağ tərəfdə 2 olması üçün onda burada neçə olur? 1. Və böyük düzbucaqlı üçbucağı görürsünüzmü? Katetlərimiz neçədir bizim? 1, 1, 2. Digər katetim h və hipotenuzda neçə verib? 5. Buna görə h-ı taparam. H-ın kvadratı bərabərdir. 25-dən çıxaram 4-ü. Neçə verir? 21. Yəni h-ımız nəyə bərabərdir? Kök altında 21-ə. Və balaca düzbucaqlı üçbucaqdan, bu düzbucaqlı üçbucaqdan mən nəyi taparam? Bu AD məsafəsini. AD məsafəsində bir x desəm taparıq nə? Kök 21-in kvadratı üzərinə gəlmiş 1-in kvadratı bərabərdirmi x kvadratına? Kök 21-in kvadratı ilə bizə 21 vermiş olur. 1 bərabərdir x kvadrat. X kvadratı tapsaq 22. AD məsafəsi neçə olur bizdə? Kök altında 22. Yəni x demişdik, tapdıq kök altında 22. B variantı. Tənasübdür. Tənasübün əsas xassəsi nə idi? Kənar hədlərin hasili, orta hədlərin hasilinə nədir? Bərabərdir. Sadəcə burada biraz onluq kəsir falan verib. Aha, nə edirik? 8-də 5 vurulsun. Gəlin bunu da çevirək, kəsir şəklində yazayıq da 10-da 72. Kənar hədlərin hasili bərabərdir nəyə? Orta hədlərin hasilinə, x-a. Buradan ixtisarlarımızı birinci aparaq kiçildə rəqəmləri. 8 ilə 72 getdi, burada qaldı 4. 9 ilə 10 getdi, burada qaldı neçə? 2. Yəni sol tərəfdə bizdə qaldı 2-də 9 bərabərdir. Buradan da 2 ilə aparsam ixtisar 5-də
12x. Bunları da çarpaz vursoy bir-birinə. 12x vurulsun 2 bərabərdir 9 vurulsun 5-ə. 3 ilə aparaq ixtisar. 3 o da 2. 6x bərabərdir 15-ə. Hələ ixtisarlarımız varmış yenə də. 3 ilə aparsam 2x bərabər 5. Nəhayət x-i tapdıq neçə? 2 onda 5. Nə səhv elədik bir dəqiqə baxın. Nə səhv elədik bir dəqiqə baxın. 12. Biz burada səhv eləmişik. Burada 6 eləməməlidir. Bir dəqiqə. Silim lövhəni. 9 ilə 12-ni ixtisar aparıram 3-ə. Burada qalır 3x, bir də 2-yə vururam neçə qalır? Yenə də 12 ilə 3 aparanda 4x qalır. 4-ü 2-yə vuranda 8x bərabərdir. Burada 3 qalır axı. 3-ü də 15-ə, 5-ə vuranda 15x bərabərdir neçə? 8-də 15 B variantı. Hesab səhv elədik, yenə cavab çıxmır. Orta xətti 10 sm olan trapesiyanın kiçik oturacağı 6 sm çalar. Trapesiyanın orta xətti nə idi? A, B, C. C orta xətt oturacaqların cəminin nə idi? Yarısı. İndi bizdə orta xətti verib 10. Böyük oturacağı soruşur və trapeziyanın kiçik oturacağını da verib 6. Onda belə çıxır ki 10 bərabərdir 6 plus B-yə bölünsün 2. Oturacaqların cəminin yarısı deyə mən niyə burada 6 yazmışam? Aha. 6 plus B bərabərdir 20-yə. B-ni burada neçə tapırıq? 14. Oturacaqların cəminin yarısı. A variantı. Bu birbaşa düz sorudur. 8 minus 3 y'in kubu 8 plus 3 y'in kubu. A kvadrat minus B kvadratın atışı yəni 64 minus 9 y üstü 6. 64 minus 9 y üstü 6. A variantı. Açıq tipli test tapşırıqları. Bu ifadə inşallah gəlin eyniyə çarpaz vuraq. Onda nə olur? 5 dənə B bərabərdir 2A minus 3B. 8B bərabər 2A-ya. 2 yaparsam ixtisar 4B bərabərdir A-ya. A 4B-dirsə gətirib burada yerinə yazsam A-nın yerinə 4B plus 3B bölünsün B-yə. 4B, 3B, 7B böl B. B-lər ixtisar getsə cavabımız nəyə bərabər olmuş olur? 7-yə. 44-də doğru cavabımız oldu 7. 45 nisbəti 9-5 nisbətinə olan 2 natural ədəd uşaqlar. Əgər A-nın B-yə nisbəti 9-un 5-ə nisbətindədirsə, demək A-mız 9K, B-miz də nəyə bərabərdir? 5K-ya. Bizdə nəyə verib? Əbobun 8 olduğun əbob 9K, 5K bərabər 8-ə. Ortaq vuruğun əkobun, əbobun qarşısına çıxara bilirdik də. Biz K-nı çıxartsaq nə qalır bizdə əbob? 9 və 5 bərabər 8-ə. Baxırıq ki, 9 ilə 5 necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə. Onda K-nı 1-ə vursam elə 1 elir. K da demək neçə imiş? 8. K 8-dirsə, ədədlərimiz hansı şəkildə imiş? A demək. K 8-dirsə 72. B də nəyə bərabərdir? 40. Bunu bildik. İndi bizdən əkobu soruşur. Əkobu da nəzərə alsaq. Yəni əkob 9K, 5K kimi çıxarsa, uşaqlar K-nı çıxardayıq da birbaşa qarşıya. Bizdə yerdə nə qalacaq? 9 və 5. 9 və 5 bizdə necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərində əkob nəyə bərabərdir? Onların hasilinə K vurulsun. 9, 5-ində 45. K-nı biz neçə tapmışdıq? 8 tapmışdıq. 45-i də vurarıq 8-ə. Cavab neçə eləyər? 360. Doğru cavabımız olacaq 360. 46-cı sual. 46-cı sualda kub düsturu ilə açsaq, 63 plus 17 olacaq 63-ün kvadratı minus 63 vur 17 plus 17-nin kvadratı. Birinci kəsirimizin sürəti oldu bu. Məxrəc olduğu kimi qalsın minus 63 vurulsun 17 plus 17-nin kvadratı minus sürəti də müxtəsər düsturu ilə açsam 75 minus 25 75 plus 25. Məxrəzdə nə qalmış olacaq? 10-un kvadratı. Baxın, bu ifadələr getdi. 63 üzərinə gəl 17 neçə elir? 80 minus 75 ilə 25-i toplayanda onun kvadratı məxrəzə də birbaşa 100 yazım. 75 ilə 25-i toplayanda 100 eləyəcək. Bunlar da ixtisar getdi. Onda 75-dən də 25 çıxsam nə qalır məndə? 50.
80-də də 50 çıxsam 30-a bərabər olmuş olacaq cavabımız. Rombun kiçik diaqonalı 18 sm və tərəfi 15 sm olan böyük diaqonalını tapaq. Tərəflə diaqonallar arasındakı düsturla da yaza bilərik, amma da birbaşa gələk. Nə ilə yazaq? Diaqonallar. Rombun diaqonalları bir-birinə nədir? Perpendikulyardır. Yəni belə bir düzbucaqlı üçbucaq yaranır. Bu da bu düzbucaqlı üçbucaq. Kiçik diaqonalın bizə 18 verdiyinə görə biz bilirik ki, diaqonallar kəsişir. Kəsmə nöqtəsində nə olur? Yarıya bölünmüş olur. Bura x-dırsa buradan olacaq, x olmuş olacaq. Pifaqor teoremini tətbiq edəcəyik. Biz nə edərik? 15-in kvadratından çıxarıq nəyə? 9-un kvadratını bərabər eləyərik nəyə? X-in kvadratına. 15-in kvadratı neçə eləyir bizdə? 225 minus 9-un kvadratı 81 bərabərdir nə? X-in kvadratına 225-dən çıxanda 81-i çıxsoy bizdə nə qalır? Sonu 4, 144 bərabər x kvadratına nəyin kvadratı? 144 edir 12-nin. Demək, bizim böyük diaqonalımız nəyə bərabərdir? 12, 12. Yəni bir tərəfdə 12, digəri də 12. Ümumilikdə diaqonal neçə verir bizdə? 24-də. Böyük diaqonal neçə santimetr olur? 24 santimetr. Bir ədədi A və C ədədlərin ədədi ortasıdır. A-nın C-nin ədədi ortası nəyə bərabərdir? A plus C bölünsün 2 nəyə bərabərdir uşaqlar? B-yə. Və B-nin bu qiymətini gətirib burada nəzərə alsam, onda nə olar? A minus B-nin qiyməti nəyə bərabərdir? A plus C bölünsün 2 bərabər 9-a. Hər tərəfi 2-yə vurarıq ki, neyniyək? Kəsirdən azad olsun. 2A minus 2-lər ixtisar getsə A plus C bərabərdir 2, 9-un 18. 2A minus A mötərizə qarşısında mənfi olduğuna görə minus C. 2A-dan A çıxdı, A qaldı. Minus C bərabər 18. Elə məndən nəyi soruşur? A minus C fərqi nəyə bərabərdir? 18-ə. Keçdik yazı tipli tapşırıqlarımıza. Lövhəni böyüdək burada. Lövhədə işləyərik bunlar ancaq. Azəri poliqrafiyada rəngli və ağ-qara çap olunan bir təltifnamənin çap qiyməti cədvəldə verilmişdir. 1-3500 sayı arasında götürülür. Nə qədər verib bizə? 0,75 qəpik. Ağ-qarada isə 0,4 qəpik. Uşaqlar, nə edirik? Nəzin deyir ki, bizə 7-də biri ağ-qara, qalanı rəngli olmaqla cəmi 7000 təltifnamə çap etdirdi. Buna görə o cəmi neçə manat ödəməlidir? Necə taparıq? Gəlin ümumiyyətlə baxaq 7000-in, qələm düzəldim qoy. 7000-in taparıq nəyin? 7-də 1 hissəsin. Neçə verir bizə? 1000 vermiş olur, düzdürmü? Yəni 1000 dənəsi neçə oldu bizdə? Deyirik 7-də 1 ağ-qara, yəni ağ-qara. Onda yerdə qalana nə qədər? 6000-i nə qədər olacaq bizim? Rəngli olmuş olurmu? Rəngli. Bunu bildik. Və bu qiymətlərə əsasən baxacaq. Bir dəqiqə qələm düzəldim. Bax bu qiymətlərə görə. 3500-dən aşağı say olduğuna görə. Bax 3500-dən aşağı say olan bu deyilmi? Demək biz nə edəcəyik? Bunun ağ-qara qiyməti ilə hesablayacağıq. Bax bu qiymətlə hesablayacağıq. Onda nə olacaq bizdə? 1000 vurulsun 0,4 üzərinə gəlinsin. Və 6000 rəngli. 6000-də 3500-dən çox olduğuna görə rənglinin bu qiyməti ilə hesablayacaq. Yəni 6000 vurulsun neçə? 0,55. Bunu həll edib hesablayıb tapacaq. 4 vurulsun 100 plus 60 vurulsun 55. Bu nəyə bərabərdir? 400. Daha doğrusu 400. Mən nə yazdım? 400 plus 65-i də 55-ə vursan 65-in 33 yadda 65-in 30 33 bunlar da toplasaq neçə eləyir bizdə? 3700. Demək 3700 şəkildə bizdə manatdan dediyinə görə biz bir də bunu nə edərik? 100-ə bölərik. Neçə olar bizdə? 37 manat. Burada neçə eləymiş olacaq? Demək doğru cavabımız nə olur? 37 manat.
Gəldik növbətinə. Bir şagirdin informatika olimpiyadasında cavablandırdığı 5 sualdan ilk 4-ünə, uşaqlar, 5 dənə sualdan ilk 4-ünə görə aldığı ballar, 5 sualdan ilk 4-ünə görə topladığı balların ədədi ortası. Fərz eləyin ki, ilk 5-inə görə ədəd ortası nə idi? 4-ə böləcəm də. 5 sualdan ilk 4-ünə görə. Yəni sayı 4-dür. Topladığı bal neçədir? 6. Buradan x-i tapsam necə çıxır? 24. Bunu bildik. Topladığı bal da 6. 5-inə görə isə, yəni 5 dənə. Bu x nə idi? İlk 4-ünə görə demişdik. Yəni x da bu şəkildə A, B, C, D. İndi y-i də götürək. A, B, C, D və Y. İlk 5-inə görə topladığı balların ədədi ortası, yəni y-in ədədi ortası neçə idi? 7-yə. Bu səfər isə 5-ə böləcəm, bərabər edəcəm 7-yə. Y-i də tapıram neçə? 35. Bunu bildik. O 5-ci suala görə neçə bal almışdı? 5-ci suala görə neçə bal almışdı deyirsə, baxın bura. Y nəyə bərabərdir? A, B, C, D və Y. Axı, biz buradan A, B, C, D, Y-nin x olduğunu bilirik. A, B, C, D. Bunlar. X-i neçə tapmışdı? 24. 24 plus Y. Və Y-i də 35 tapdığımıza görə Y, yəni axırıncı da nəyə bərabərdir? 35-dən 24-ü çıxaram. Nəyə qalar bizdə? 11. Axırıncı 5-ci suala görə aldığı balın nə qədər olacaq bizim? 11. 51-ci sual. Düzbucaqlı üçbucağın bir kateterin hipotenuza nisbəti 7-nin 5-ədir. Perimetri 12, 113 cm olsa hipotenuzu tapın. Gəlin hər hansı bir düzbucaqlı üçbucağımızı çəkək. Bizə nə deyir? Düzbucaqlı üçbucağın bir kateterin hipotenuza nisbəti, yəni 7K, hipotenuz 25K. Pifagor ədədlərə görə, şagirdlər, Pifagor teoreminə görə baxsaq, biz üçün digər katetimiz nə olur? 24K. Və perimetrdə bunların cəmi olduğuna görə, perimetr nə idi? 25K, 24K və 7K. Bu nə verir bizdə? 56K. Və axı perimetrin verir bizə 112. Onda K-nı buradan tapırsaq, neçə tapırıq biz? 2. K 2-dirsə, bizdə nə edir? Hipotenuzu tapın. Hipotenuzda nə edir? 25-i 2-yə vursam, neçə eləyər? 50. Hipotenuz nəyə bərabərdir? 50-yə. Lütfən təmizləyim. Motosikletçi birinci gün nəzərdə tutulmuş yolun 21-də 5 hissəsini, ikinci gün isə birinci gün getdiyi yolun 5-də 3 hissəsini getdi. Motosikletçi ikinci gün 18 kilometr getmişsə yolun uzunluğunu tapın. Yolun uzunluğunu bilmirik. Hər hansı yolun uzunluğu deyirik x. Birinci gün nə qədər yol qət eləyib? Bütün yolun 21-də 5 hissəsini, yəni 21-də 5x-in gedib. İkinci gün isə deyir ki, birinci gün getdiyi yolun 5-də 3 hissəsini, yəni 21-də 5x-ın da nəyin biz tapacaq? 5-də 3 hissəsini. Və deyir ki, motosikletçi ikinci gün nə qədər yol gedib? 18 kilometr. Bunu da bərabər eləyəcəm nəyə? 18-ə. 18 kilometr. Şahidlər, buradan ixtisarlarımızı aparsaq, 5-lə 5 gedər. 3-lə 21 gedər, burada qalar 7. Sürətdə qalar x bölünsün 7 bərabərdir nəyə? 18-ə. Biz buradan x-i tapsaq, 18-i nəyə vururuq? 7-yə. Neçə eləyəcək? 18, 7, 56. Gələm 7. 56, 5 yadda, 7, 1-in. 7. O da 126-ya. Demək, doğru cavabımız neçə olur? 126. Gəldik, neçənci sual? 53-ə. 53-də nə deyir bizə? ABCD trapesiyasında AB5, gəlin üzərində eləyəcək, AB5, CD 12, SY parçası, bax bu parça. Bizə nə deyir? Bu trapesiyanı rom və düzbucaqlı üçbucağa ayırır. Düzbucaqlı üçbucağa ayırırsa, demək 90 dərəcə düzbucaqlı üçbucaq və rom dediyinə görə rombun bütün tərəfləri bir-birinə nədir? Bərabər. Və bu düzbucaqlı üçbucaqdan Pifagor teoreminə görə baxsaq, hipotenuzu neçə tapırıq biz? 25 üstə 144, 169, 13. Bu məsafədə neçə oldu? 13. Bizdən nəyi soruşur? ABCD trapesiyasının perimetri. Perimetri nəyə bərabərdir? Bütün tərəflərin cəmi 5 plus 5 plus 12 plus 13, o da 5, 18 bərabərdir. 5, 10, bu da neçə eləyir? 30.
ümumi cavabımız nəyə bərabərdir? 40-a. Elə bil 5 ilə 5-in cəmi 10, 12 ilə 18-in cəmi 30, 10 ilə 30-un cəmi 40-a. 54-cü suala. 54-cü sualda nə deyir? İşçi müəyyən müddətdə 200 detal hazırlamalı idi. Lakin işçi hər gün nəzərdə tutulandan 5 detal çox hazırladığından detalları vaxtında 2 gün tez hazırladı. İşçi detalları neçə günə hazırlamış oldu? Şahidlər, biz bilmirik. Gəlin hər hansı x günə ümumi, yəni bir işi bitirəcəyi də vaxt qoymuşuq ki, bu x günə bitirməlidir. Və bir günə bu tutaq ki, t detal hazırladı. Onda tutaq ki, bir günə t detal hazırlayıbsa, 2 günə 2t, 3 günə 3t və s. Onda x günə neçə detal hazırlamış olur? X vurulsun t bərabərdir nəyə? 200-ə, yəni 200 detal hazırlayıb. Lakin işçi hər gün nəzərdə tutulandan 5 detal çox. Hər gün nə qədər detal hazırlayırdı? X detal, düzdürmü? Əgər 5 detal çox hazırlayıbsa, onda belə çıxır ki, t plus 5 və ümumi nəzərdə tutulmuş vaxtdan 2 gün tez. Ümumi nəzərdə vaxtda x tutmamışdıqmı? 2 gün tez tutmuşuqsa, x minus neçə? 2. Hansı plana görə? Plan nə idi burada? 200 detalın hazırlanması, yəni 200-ə bərabər. İndi bu tənliyə görə baxsaq, bu tənliyi vurub açıb sadələşdirsək, xt minus 2t plus 5x minus 2 5-in 10 bərabərdir nəyə? 200-ə. xt ilə 200 gedər. Niyə? Çünki xt də 200-ə bərabər olduğuna görə və buradan biz gəlin t-yə bir hər hansı 200 bölünsün x kimi əvəzləmə aparaq. T bərabər 200 bölü x. Burada yerinə yazaq da x-dən asılı tənliyə gətirək. Bildinizdə xt 200 olduğuna görə burada biz 200 nəzərə alsaq. Bu 200 ilə bu 200 gedəcək. Nə qalacaq bir də? 5x minus 2 vurulsun. Yəni 2t-nin yerinə mən nəyi yazacağam? Gətirib əvəzlədiyim ifadəni yazmış olaram. X-a minus 10 bərabər 0-a. Və hər tərəfi də biz buradan x-a vursaq, ixtisar aparmağa görə kəsri məxrəcdən azad eləmək üçün olacaq bizdə 5x-in kvadratı minus 10x minus 400 bərabər 0-a. 5-ə bölsək, x-in kvadratı minus 2x minus 80 bərabərdir nəyə? 0-a. Hansı ədədlərdir? Toplayanda 2, hasili mənfi 80 olan ədədlər. 10-dan mənfi 8. Toplasam 2, hasili də mənfi 8. Bəli, biz cavab olaraq onu götürəcəyik. Yəni, x nəyə bərabərdir? 10-a. Plana görə işçi 10 günə 200 detal hazırlamalıymış. Amma axı deyir ki, o detalları vaxtından 2 gün tez bitirir. 2 gün tez bitirdiyinə görə ümumi bizdə neçə gün olar? 8 gün olmuş olurmu? Allah hazırladığı detalın vaxtından 2 gün tez hazırladı. İşçi detalları neçə günə hazırladı? 8 günə. Çünki o əslində 10 gün hazırlamalıydı. Amma o daha çox işləyib, gün ərzində daha çox detal hazırladığına görə 2 gün tez bitirmiş olur. Doğru cavabımız elə olmuş olacaq 8. Gəldik növbəti sualımıza, 55-ci və axırıncı sualımız. Lütfən təmizləyək. Nə deyir bizdə? Özündən 50 addım məsafədə olan siçanı qovan pişik 4 addım atınca siçan 5 addım ata bilir. Pişiyin 3 addımı siçanın 4 addımına bərabər olduğuna görə pişiyin siçanı tuta bilməsi üçün pişik neçə addım atmalıdır? Pişik, siçan. Gəlin əvvəla bizə nə deyir? Deyir ki, özündən 50 addım məsafədə şagirdlər. Əgər, bir dəqiqə qələm düzəldim. Pişik siçanı tutması üçün siçanın da qət etdiyi məsafəni getməlidir və aradakı 50 addım məsafəni də qət eləməlidir. Ona görə biz yazırıq ki, P bərabərdir S plus 50. Yəni P pişikdir, S də bizim siçanımız. İndi biz tənliyi qurmalıyıq, gətirib bu ifadədə yerinə yazaq. Pişik, siçan. Pişik 4 addım atınca. Demək ki, pişiyin 4 addımında siçan nə qədər addım atır? 5 addım. Belə çıxır ki, pişiyin 8 addımında 10 addım, 12 addımında 15 addım və s. bu şəkildə gedir. Hər zaman siçanın pişiyə nisbəti görürük ki, nə verir bizə? 5-in 4-ə verirmi? Ona görə biz nə edirik? Pişik üçün bir x götürsəm, siçana nə deyərik biz onda? 4-də 5 x. Bunu bildik. Bu bir şərtimiz. Keçdik növbəti şərtə.
Və bizdə burada deyir ki, pişiyin 3 addımında siçan 4 addımına bərabərdir. Yəni pişiyin 3 addımı siçanın 4 addımına bərabərdirsə, şagirdlər, onda əgər 3 addım bərabərdirsə 4 addımına pişiyin siçanın da belə deyək. Onda yaxşı, 1 addımı onda bizim pişiyimizin 1 addımı siçanın 3'də 4 addımına bərabər olur, olmur. Aha, 3'də 4 addımına bərabərdir və onda belə çıxır ki, x addımına da pişiyimizin 3 addımına siçanın 3'də 4x addımı uyğun gəlirmi? Bunu da belə tapdıq və biz bu ifadələri aparıb neyniyəcəyik? Bu əvəzləmədə yerinə yazıb, tənliyi həll edib taparıq, görək elə pişik neçə addım atır. Aha, pişik neçə addımdır? X addım. X-də neçə tapmışıq? 3'də 4x. Gətirib yazarım yerinə. 3'də 4x bərabərdir. Siçan neçə tapmışdıq? Biz 4'də 5x plus 50. Buradan bu tənliyi həll eləsək. 3'də 4x minus 4'də 5x bərabərdir 50-yə. Orta məxrəc neçədir bunlar üçün? 12. Birincisini 4'ə vuraram. 16x minus ikinci kəsirimizdə 3'ə 15x bərabərdir 50. Demək 16x-dən 15x-i çıxsam x bölünsün 2 bərabərdir 50-yə. Buradan x-i tapsaq neçə çıxır? 12 vurulsun 50. Burada neçə çıxacaq bizdə 0. 5 2-nin 10 0 ya da 5 1-in 600. Demək bizim pişiyimiz siçanı tutması üçün neçə addım atmalıdır? 600 addım atmalıdır. Doğru cavab 600. Nisbətən biraz düşündürücü tapşırıqdır. Yaxşı uşaqlar, sağ olun. Bu da bizim oldu sonuncu sualımız.